Cristiano Ronaldo ile eyni ortamda olmaq istəyərdim sadəcə. Yəni belə amma digər olimpiya çempionu Taekwondo-dan Radik Sayev olub. Onunla da məşq proseslərində bərabər məşq eləmişik. Bunun üçün də çox sevinmişəm təbii ki. Cristiano Ronaldo ilə məşq etmək istərdin, yoxsa bir komandada oynamaq? Yəni məşq etmək istəyərdim deyim. Ən əsas məşq eləmək. Bir də yəni yarışa çıxmaq deyil də, yəni futbol maçlarına çıxmaq deyil də, məşq prosesində eyni komandada olmaq istəyərdim. Bəli, yeni sezonla hazırlaşırıq. İlk öncə fiziki məşqlərimizə start verdik. İlin ən böyük yarışı dünya çempionasıdır. Bir də bildiyiniz kimi mən dünya reytinqində 1-deyəm, son 4-dür. Çalışacağam ki, Los Angeles Paralimpik oyunlarına kimi dünya reytinqdə 1-də qalım. Paralimpiyanı bir dəfə udmusan, bir dəfə dünya çempionu olmusan, 2 dəfə Avropa çempionu olmusan. Növbəti qələbə qazanmağa səndə nə vadar edir, nə qüvvə verir sənə ki, yeni qələbələr qazanmaq istəyirsən? Belə deyim ki, Paralimpiya oyunlarından sonra bildiyiniz kimi digər fiziki məhdudiyyətli insanlar, uşaqlar məni örnək götürməyə başladı. Mən də onlara elə bir ki, bir növ həyatlarında rol oynamağa başlamışam. Mən istəmirəm ki, həmən fiziki məhdudiyyətli uşaqlar mənim uduzluğumu görsün. İndiyən kimi bu yaşıma qədər özüm üçün vuruşurdumsa, bu yaşımdan sonra istəyirəm artıq heç bir fiziki məhdudiyyətli uşaq, məni örnək alan hər hansısa bir həm sağlam, həm fiziki məhdudiyyətli uşaq mənim uduzluğumu görsün, məğlub olduğumu görsün. Təbii ki, belə deyim ki, həqiqətən çox çətindir, amma biz də asanlıqla sevmirik. Belə deyim ki, budur ki, son 4 ildə mən dediyim kimi reytingdə 1-deyəm. Təbii ki, yarışdır bu, məğlub da ola bilərəm, qalib də gələ bilərəm. Əsas odur ki, yəni bütöv uşaqlara da örnək göstərdiyim odur ki, ən əsas odur ki, həyatlarında doğru mübarizə aparsınlar, düzgün mübarizə aparsınlar, idman əxlaqını pozmasınlar. Mən də belə olduğu müddətcə udursam da, utsam da bilirəm ki, uşaqların yenə örnəyi olacağam. Amma çalışacağam ki, qalib gəlim.